Dostlar, salamlayıram sizi. Bilirsiniz ki ilk şahmat üzrə dünya çempionu William Steines olub. Sonradan Emanuel Lasker, Capablanca, Alekhine, Max Evy, Botvinnik, Smyslov, Tal, Petrosyan, Spassky, Fischer, Karpov, Kasparov, Kramnik, Anand, Carlsen, Dinkliren və sonuncu dünya çempionu Hindistanlı Dommaraju Gukesh olubdur. Və ümid edirəm ki, növbəti səfər belə təxmin eləyirəm, ümid eləyirəm deyəndə təxmin eləyirəm ki, Ediz Gürəl ola bilər. Çünki son zamanlar özünü yaxşı göstərir, yaxşı tərəfdən göstərir və Ediz Gürəl ola bilər. Ən bədbəxt şahmatçı da Hikaru Nakamuradır. Çünki hər bir nailiyyəti var, bir dünya çempionluğu nailiyyəti yoxdur. O Cristiano Ronaldo kimi hər bir kubokdan var. Hər bir kuboku var, bir dünya çempionluğu kuboku olmadı. İndi mən deməli bu yeni serialımızdır və çempionluğa gedən bir yoldur. Bu serialımızın adını qoymamışam və istəyirəm ki, bu 18 dünya çempionu, hələlik 18 dünya çempionluğunun oyunlarında ən maraqlı oyunları bir paylaşım. Hal-hazırda biz indi Zukentortla Steinis'in arasında olan oyunu paylaşacaq və Steinis Zukentortu qalib gələrək birinci səfər dünya çempionu olub. Düzdür, onların arasında bir neçə dənə oyun olubdur, yəni heç-heçələr olubdur. Steinis udub, Zukentort udub. Ancaq içindən ən maraqlı oyunu mən seçirəm və birini paylaşıram və beləlikcə sonradan Laskerin oyununu paylaşacağam və sonradan Capablanca'nın dünya çempionluq gətirən oyunlarını belə paylaşacaq və yaxşı, mən ümid edirəm ki, yaxşı serial olacaqdır. Gəlin serialımızın birinci oyunu olaraq deməli Wilhelm Steins və Zukentort arasında oyuna baxağın və bir yerdə analiz eləyəyin dostlar. Deməli gəlin oyuna baxağın. Deməli bu oyunda qeyd etdiyim kimi bu oyundan sonra Steinis birinci şahmat çempionu olur, dünya çempionu olur və Jonas Zukentortla oynayır, qaralarda oynayır. Steinis ağlarda isə Zukentort oynayır. Deməli gəlin oyuna sizlə bir yerdə baxağın. Analiz eləmişəm, sadəcə oyunun gedişatlarına baxmamışam. Bu mənim xoşuma gəlir, çünki analiz eləyəndən sonra video çəkilə oyuna baxmaq daha yaxşıdır və həmin anda elə bil ki, özün oynayırmış kimi fikirləşirsən və analizi həmin dəqiqə edəndə daha yaxşı olur. Düzdür, baxıb analiz eləyib daha başqa cür gedişləri fikirləşmək olar, ancaq belə mənim üçün daha xoşdur, daha yaxşıdır. Yəqin ki, sizin də belə xoşunuza gəlir. Deməli, D4 gediş eləyir, rəqib isə D5, yəni Steinis D5 gediş eləyir. Bundan sonra C4 gediş eləyərək ağlar vəzir qambitindən istifadə eləyir. Yəqin ki, D6 gedişi, Y6 gediş eləyəcək. Qaralar bəli, Y6 gediş eləyir. Burada isə ağlar atını C3 xanasına qoyur və vəzir qambitindən istifadə eləyir. Bundan sonra artıq mərkəzdəki piyadasını müdafiə etməkdən ötürü Steinis atını F6 xanasına çıxır və burada vəzir qambitində gəlir piyadanı götürəndə vəzir qəbul olunmuş vəzir qambiti hesab olunur. Ancaq piyada ilə götürməyəndə qəbul olunmamış vəzir qambiti hesab olunur. Bundan sonra ağlar atın F3-ə çıxır və artıq deyəsən Steinis qambiti qəbul edir və piyadanı öz piyadası ilə götürür. Burada isə ağların gedişi Y3 olmalıdır. Bəli, Y3 gediş eləyərək fillə gördüyünüz kimi müdafiəsiz piyadaya hücum eləyir. Və Steinis burada C5 eləyərək mərkəzdə, o da mərkəzdəkinə hücum eləmək istəyir. Ağların mərkəz piyadasına hücum etmək istəyir və fillə C4 gedişi eləyərək ağlar həmin piyadanı götürür. Steinis isə mərkəzdəki olan D4 piyadasını götürür və hər ikisinin də mərkəzdə bir piyadası var və qaralar filini Y7 xanasına çıxaraq yəqin ki, qala qurmaq istəyir. Ağlar artıq qala qurdu, qaralar da qala qurma eləyərək debüt mərhələsini tamamlayırlar.
və keçdilər Mittelspiel mərhələsinə. Şahmatda Mittelspiel mərhələsi oyunun orta mərhələsidir. Yəni strategiyanın qurulduğu mərhələ. Deməli bundan sonra vəziri Y2 xanasına qoyur. Yəqin ki, sonradan fili çıxaraq artıq toplarla əlaqəni saxlamaq istəyir ağlar və qaralar isə atını əslində B6 xanasından daha çıxmaq daha rahat olardı. Niyə görə? Çünki at burada yəqin ki, sonradan filə hücum eləyəcək B6 gediş eləyərək. Ona görə atını əvvəlcə D6-ya D7-yə oynayıb sonradan da B6 gediş etmək istəyir yəqin qaralar Steynitz. Və fili artıq geri çəkir, çünki Zükentort bilir ki, atını növbəti gedişdə qaralar B6-ya qoysa filə hücum eləyəcək, ona görə də indidən geri çəkir. Və gördüyünüz kimi Steynitz də atını B6 xanasına qoyur. Ümumiyyətlə, mən sizə bir dənə söz deyim. Mən həmişə şahmat oynayanda rəqibin nə etmək istədiyini əvvəlcədən fikirləşmək daha xoş gəlir, nəinki özümün gedişlərimi fikirləşmək. Çünki əgər rəqibin nə edəcəyini fikirləşəndən sonra artıq sizin üçün oyun daha maraqlı olacaq. Məsəl üçün burada gördüyünüz kimi fil bəyaqları C4-də idi və artıq ağlar bildi ki, əgər rəqib D7-dən çıxırsa atını növbəti gedişdə B6-ya qoyub filə hücum eləyəcək və burada artıq ağlar belə deyək də temp itirmiş kimi olacaqlar. Çünki filini müdafiə eləməlidir. Çünki fil yəqin ki, ona lazım olan fiqurdur deyə vermək istəmir və indidən filini geri çəkdi. Və bu gedişləri də siz oyun ərzində rəqibinizdən, yəni fikirləşin və gedişlərini analiz eləməyə başlayın ki, görən rəqib bu gedişi eləyəndən sonra hansı gediş etmək istəyir ki, mənə təhlükə yaradacaq gedişdir. Düzdür, arada bir məndə olur ki, fikirli oluram, fikrim başqa yerdə olur, o gedişi görmürəm, ancaq çox vaxt təxmin eləməyə çalışıram. Deməli, bu gedişdən sonra ağlar deməli filini çıxaraq toplar arasındakı əlaqəni saxlamaq istəyir. Ancaq məncə burada fili Y3 xanasına qoysaydı daha məqsədə uyğun olardı. Həmçinin də burada kompüterin göstərdiyi kimi topu piyadanın arxasına qoymaqla piyadanı müdafiə edərdi və ondan sonra filini Y3 xanasına qoyub və piyadanı qabağa vermək olardı. Və artıq gördüyünüz kimi qaralar öz atını mərkəzləşdirdi və ağların filinə hücum elədi və burada filin bura gəlməyini də elə yanlış gedişdə o məna verirdi. Çünki burada artıq ağlar temp bitirdilər və filini müdafiə etməlidir və geri çəkir. Deməli, burada ağlar gördüyünüz kimi temp bitirdi. Çünki fiqur müdafiəsi ilə məşğul oldu başı. Və bundan sonra deməli, qaralar vəzirin ora niyə çıxır? Növbəti gedişdə qaralar bu vəziri bura çıxır ki, atla bunu vurandan sonra piyada ilə vurur və vəzirlə bir piyada yönə keçəcəkdi. Ona görə də qaralar vəzirin ora çıxaraq atı artıq vurmaq istəyir. Bundan sonra artıq ağlar həmin gedişi deməli hiss eləyərək öz atını müdafiə eləyir ki, atla atı dəyişəndən sonra ən azından piyada itirməsinlər. Bundan sonra artıq filini çıxıb və yenə də qaralar toplar arasında əlaqəni saxlayır, həmçində filini artıq buradan, yəqin ki, sonraki gedişlərdə atı dəyişəndən sonra fillə vəzirə hücum eləyib, burada topa, həm vəzirə, həm topa elə bil ki, hücum etmək istəyir. Və bu gedişdən sonra artıq ağlar qaraların ağ filini ortadan götürmək istəyir və həmçinin də atını mərkəzə yerləşdirir. Burada isə qaralar öz topunu müdafiə eləyir. Burada da ən yaxşı gedişdir, bəli, fili bura qoymaq olardı və çünki növbəti gedişdə fillə, piyada ilə həmin atı vuraraq mərkəzdəki atı daha da möhkəmlətmək olardı. Hələ ki, iki tərəfin hər ikisi də müdafiə olunmağı üstün bilir. Hələ ki, hücum barədə elə də üstünlük yoxdur. Ancaq hücuma hal-hazırda hazırlıq mərhələsidir və artıq qaralar öz filini qorumaqdan ötürü bir xana geri çəkir. Çünki istəmir ki, ona da fil lazımdır, qaralara da fil lazımdır. Ona görə də filini bir xana geri çəkərək filini qoruyur, ağ filini qoruyur. Və artıq ağlar topunu Y1 xanasına qoyaraq, yəqin ki, bu heç bir məna kəsb eləmir bu gediş. Belə bir şey var. Bunu ola bilər ki, siz nəyə belə qoya bilər? Məsəl üçün, mən sizə
deyim də nəyə görə. Vəzirini nə vaxtsa buradan rəqib çəkəndən sonra, əgər fillə bunu vurandan sonra, bu da atdan qaytarır axı. Burada heç bir problem yox idi. Deyirdim, yəni fillə bunu vurandan sonra, piyada ilə vurandan sonra top məsəl üçün filə hücum eləyə bilərdi. Ancaq fillə əgər bunu vursa, bu da atdan qaytarır. Yəni burada heç bir şey yox idi. Yəni Zückentort'un top bir gedişi mənasız gedişi idi. Və artıq qaraların bu gedişini qiymətləndirmək olar. Çünki topunu açıq xəttə gəlir və hücumunu açıq xəttdən davam etmək istəyir. C xətti açıq xətti gördüyünüz kimi atı vurandan sonra. Və qaralar yəqin ki ağlar atı götürmək istəyir və yaxud da yaxşı gediş demək olar. Bəli, fiqur dəyişkənliyi. Bəli, qaralar artıq atı götürdülər, mərkəzdəki atı və burada gördüyünüz kimi piyada da boşdadır. Piyadanı boşa qoyur. Yəni müdafiəsiz piyada var. Burada görək, onu görəcəkmi? Ancaq vəzinlə həmin piyadanı müdafiə eləyir, geri çəkilərək qaralar. Topu da geri çəkir. Topu məsəl üçün qabağa gəlib topları cütləşdirmək olardı və bu piyadaya hücum eləmək olardı. Ancaq vəziri geri çəkməyi üstün bilir və ağlar öz vəzirini D3 xanasına qoyur. Qaralar atını mərkəzləşdirir, D5 xanasına qoyur. Gördüyünüz kimi piyadaya 3 hücum var. Ancaq ağlarda həmin piyadanı müdafiə edən 2 müdafiəçi var və bu yaxşı gediş kimi qiymətləndirmək olar. Ancaq bunu qeyri-naməlum gediş eləyir. Çünki nəyə görə? Çünki ağlar fillə vurandan sonra artıq qaraların müdafiəsinin biri həmin fili götürəcək və yenə də bu piyadaya 2-yə 2-dir. Gərək buna piyadaya hücum eləməkdən ötürü vəzir təzədən geri qayıdır. Və ona görə də o qeyri-naməlum gediş kimi sayıldı. Ağlar isə artıq mərkəzdə olan o atı götürməlidirlər, çünki piyadaya hücum olunacaq növbəti gedişdə təhdid kimi. Ona görə fillə həmin piyadanı götürür ki, ən azından C piyadasını müdafiə eləsin, müdafiə eləyə bilsin daha doğrusu. Və topla götürür qaralar və topunu mərkəzləşdirir. Bundan sonra topla piyadaya hücum olunur və topunu qaralar geri çəkir. Və artıq deyəsən ağlar da topunu cütləşdirmək istəyir və topunu qabağa gəlir, vəzirini həmin piyadaya hücum kimi qiymətləndirmək olar. Çünki D6 gedişindən sonra artıq piyadaya 2 qat hücum var. Ağlar məcburdur ki, ya atını geri çəksin, ya topunu qabağa gəlsin. Bəli, atı məncə geri çəkmək daha yaxşı idi, topu ora oynamaqdansa da. Kompüterdə elə görsədir ki, atı F3-ə qoymaq daha məqsədə uyğun idi. Və bundan sonra artıq ata hücum olunur və bir gedişə mat istəyir. Bir gediş deyəndə mat istəyir. Çünki H7-dən vurandan sonra H8-dən şah verərək mat eləmək olar. Növbəti gedişdə piyadanı da vurur və vəziyyətini çətinləşdirmək olar. Və bu gedişdə piyadanın qabağı elədi və matdan canını qurtarmaq istəyir. Yəni təhlükədən canını qurtarmaq istəyir və ata da gördüyünüz kimi hücum var. Atı isə C4 xanasına qoyur. Əslində F3-ə niyə qoymaq olmaz? Çünki topun yolunu bağlayır. Ona görə də atı F3-ə qoysaydı, əgər topun yolunu bağlayacaqdı. Ona görə də atı C4-ü oynamaq daha məqsədə uyğundur, yəni məntiqlidir. Və bundan sonra artıq vəzirlə gördüyünüz kimi ata hücum olunur və at artıq geri çəkilir. Bundan sonra fillə topa hücum olunur. Ağlar isə topla vəzirə hücum eləyir, vəzir artıq geri çəkilir. Ağlar isə öz topunu müdafiə eləyir. Deməli, burada vəziyyət nə yerdədir? Artıq deyəsən mərkəzdəki piyadaya piyada ilə hücum eləmək olar. Qaralar mərkəzdəki piyada ilə hücum eləmək olar. Görək qaralar nə oynayıb? Bəli, fili geri çəkərək topa hücum eləyir. Əslində deməli belə bir şey var. Deməli, bunu vursaydı əgər, piyada ilə vururdu, vəzir artıq bura girirdi, şah verirdi və burada da heçilsin eləmək olardı. Ancaq deyəsən bu gedişi görmür. Məsəl üçün, topla bu piyadanı vursaydı əgər ağlar, piyada ilə qaytarırdı və vəzirlə şah verirdi. Növbəti gedişdə digər piyadaları da götürə bilərdi ağlar və təhlükə yarada bilərdi ən azından. Ancaq görürsünüz, kompüterdə həmin gedişi deyir və topunu
C3 xanasına qoyur. Mən də elə HCC ilə nail olmaq olardı. Bəlkə də biraz dirəşib qalib də gəlmək olardı. Çünki atın C4-də sonradan gəlib ya F6-dan ya H6-dan təhlükə yaratmaq yəni epizodları var idi və topunu piyadaya qurban vermək əvəzinə görə topu qurban vermək brilliant gedişdi. Yox, brilliant gedişdi. Yəni HCC-yə nail olan gediş idi və topunu C3-ə qoyur. Bundan sonra artıq piyadanı qabağı eləyir Şteynis və bilir ki, piyadanı vursa vəziyyət çətinləşə bilər. Və həmçinin də vəzirin önünü kəsir artıq orada. Çünki vəzir bura girə bilərdi və buradan bir gedişə yenə mat istəyə bilərdi. Ona görə də piyadanı qabağı eləyərək Zukentort'un oradan vəzirlə diagonalının qabağını alır. Və bundan sonra artıq top C6 xanasına gəlir. Yəqin ki, piyadanı bağlamada saxlamaq istəyir. Ona görə də onu gəlir və növbəti gedişdə məsəl üçün atla bu piyadanı vursa, piyada onu vura bilməyəcək. Çünki bağlamadadır həmin piyada. Yəni piyada ilə atı götürsə vəziri vura bilər topla. Ona görə bəlkə də o gediş eləyir. Və fillə gördüyünüz kimi artıq vəzirə hücum olunur. Vəzir çəkilməlidir və gördüyünüz kimi şahla da topa hücum olunur və burada isə ağlar da piyada ilə tempin dalanla gəlir gördüyünüz kimi. Piyada ilə də vəzirə hücum olunur artıq. Bəli, burada topla vurmaq olar piyadanı. Çünki piyada ilə vurandan sonra qaralar topu vuraraq artıq təhlükə yaradacaq ağlara. Və həmçinin də artıq burada gördüyünüz kimi top da istəkdədir. Və ağlar məcburdur ki, topu vursun, çünki piyadanı vursun. Çünki piyada ilə bunu çox qarışıq oyundur bu. Piyada ilə vursa artıq vəzir istəkdədir. Topu da vəzir gözləyir. Yox, vura bilməz onu. Blunder gedir. Deməli, gediş nədir burada? Deməli, topla bəli şah verilir. Yəni, yaxşı gediş budur. Çünki artıq vəzir də düşür. Çünki vəzir çəkən kimi rəqib topla götürür. Piyada ilə topu götürür və burada təhlükə yarada bilər və atı önünə qoyur. Əslində atı bura qoymalı idi. Bəli, ən yaxşı gediş oydu. Həm də ora qoymaqla topu da ən azından müdafiə edə bilərdi növbəti gedişlərdə. Və qaralar topa hücum eləyir Şteynis. Çünki top müdafiəsizdir. Topa hücum eləyir və ağlar da piyadanı qabağı eləməyib. Yəni şaha nəfəslik açmayıb və ağlar üçün çox böyük təhlükə var burada. Deməli, vəzirlə həm topa hücum olunur, həm öz topunu müdafiə eləyir vəzir. Bundan sonra deməli, vəzir bu topu vursa, qaralar da bu topu vurur və növbəti gedişdə mərkəz topunu vurmaqla artıq mat istəyə bilər. Həmçinin də o topu vura bilməz, çünki fil qoruyur. Vəzir burada məcburi qaçmalıdır. Bundan sonra topla, bəli, topunu boşa qoyur. Topu boşa qoyur. Deməli, burada vəziyyət nədir? Əgər vəzirlə topu götürsə, qaralar vəzirlə topunu götürür və at da bağlamadadır və rəqibin atı düşür. Burada isə ağlar fili vuraraq vəzirə hücum eləyir, topunu qurban verir, belə topunu filə verir və burada artıq Zukentort vəzirlə topu götürərək belə deyək də, Zukentort oyunu tərk edir. Burada vəziyyət nə yerdədir? Deməli, vəzirə hücum var. Vəzir hara gələ? Vəzir məsəl üçün bura gəlsə belə, buradan matdır. Məcburi burada nə etməlidir? Vəziri vəzirin önünə qoymalıdır. Bəli, vəziri vəzirin önünə qoymalıdır ki, buradan bir gedişə mat olmasın. Və bu gedişdən sonra topla topa hücum eləmək olar. Çünki bunu vura bilmir. Bunu vursa top da bağlamada olan atı vurub mat eləyə bilər və burada nə etmək olar? Topu qabağa gəlmək olar. Məsəl üçün, burada da topla vəzirə hücum eləmək olar. Yenə də burada vəzir əgər bu topu götürsə, vəzirlə həmin vəziri götürürük, at da bağlamadadır, topla vururuq, şah veririk, yenə də fiqur öndə olur. Ona görə də bu gedişləri görərək Zukentort oyunu tərk eləyir və qalib dünya çempionu Şteynis olur. Çox maraqlı oyun oldu, çox taktikalar, çox qarışıq taktikalar var. Güman edirəm ki, xoşunuza gəldi. Deyəsən bizim kameramızda qara görsədir. Nəysə, gələn səfər düzəldərəm.
Özünüzə fikir verin dostlar. Gələn seriyamızın bölümündə ikinci dünya çempionunun oyununu göstərəcəyik. Yəni ona görə də səhifəni izləyin, YouTube kanalımı izləyin, TikTok kanalımı izləyin, Instagram kanalımı izləyin və bu kimi maraqlı videoları mən asta-asta paylaşacağam dostlar. Sağ olun izlədiyiniz üçün, minnətdarım.